Azərbaycandır. Salam aleyküm əziz oğlanlar. Özbəkistan bağlarından sizi salamlayırım. Zaur müəllimləri. Zaur müəllim, ziraat 900 doludur. Ziraat 900 Yaxınlar. Bu illəri biraz Ziraat 900-də işlərimiz yaxşı alınmamağının əsas səbəblərindən biri yazılı çiçək açan dövrdə 5 növ, yəni 5 etap çiçək açıldı. Biz onun bir etapını ancaq dərmanını tuttura bildik. Dərman verdiğimiz dərman herbisit tipli formanıydı. O da verdiğimiz uyğun dövründə çiçəyə tətbiq olmalıdır. Həmin etaplardan birinə tətbiq olundu, birini tutdu, digərlərinə herbisit kimi yandırdı. Ona görə də məhsuldarlığımız az oldu, amma yenə belə ziraat üçün əslində uyğun məhsuldarlıq. Belə də tam olaraq da az bir məhsuldarlıq. Gəl yaxından çəksən. Belə tutum belə olur, bax. Orada biraz. Bak, bayılıkta var mı? Gəl çək. Bir tane de şey qeyd edeyim ki, bunun konkret olarak bir tane tozlayıcısı yok. Hə, bura tozlayıcısı. Tamamıyla tozlayıcısı. Ziraatın ümumiyyətlə heç bir yerdə tozlayıcısı yoxdur. Aha. Harada qurulub elə tozlayıcısız qurulub. Yəni tozlayıcısız olaraq da burada çox gözəl bir məhsuldarlıq alınır. Biraz zəifliyi var, amma bizdə heç Bizim gözlədiyimiz ümumiyyətlə buradan gözlənti olmayan bağ idi. Gözləntisi olmayan bir bağ idi. Tətbiq elədik, nəticə də pis alınır. Azərbaycanda ziraatda biraz çətinlik çəkirik. Bir-iki dənə bağ var, o da biri Qadaşovadadır, məsəl üçün Kəndçinin bağıdır. O da çox qarışıq əkilibdir, orada hər cür sortdan var. O halda nəticə göstərir. Bəlkə bir orada 7 dənə sort var. Ağ gilasını atmış hamınacan, çeşitli sortlar. Hə, orada Regina da tutur, ziraat da tutur. İkisi de tutur. Regina da problemli biraz toz olmasından. Reginamızı seçmedik, uzaqda qaldı. Olsun ev yaptı. Ama tutmuştu, gördüm. Qəşəng. Çox gözəl tutmuş. Xeyirli olsun, çox sağ olun, təşəkkürlər. Hamı üçün ziraat sualdı. Ona görə dedim ziraata bir şey bilən çəkəniz. Regina yəni bir şəkildə hardasa tutturulur. Xeyirli.